Mən hələ belə bir zoopark görməmişdim. Gəlin bu gün sizə Tiflisdə zoopark aparım. Amma zoopark demək üçün min bir şahid lazımdır. Zooparkdan daha çox bura bir Luna Parka, attraksiyonlara oxşuyur. Azərbaycandakı zooparkda olduğu kimi burada da meymunlar, ox atan kirpilər, həmçinin bayquşlar, tovuz quşlar və sair heyvanlar var idi. Akvaterrarium hissəsinə girmək üçün əlavə ödəniş elədim. Şəxsən bu məni çox təəccübləndirdi. Yəni bura zooparkdır, heyvanlar hamısı eynidir. Açığı desəm heyvanların şəraiti mənim heç xoşuma gəlmədi. Sanki hamısı ölü vəziyyətdə idi. Bu videodan da görürsünüz ki, heyvanlar insanlar nə atır onları yeyir. Ətrafda onları yedizdirəcək bir zoopark işçisi yoxdur. Yəni inanın mənə, mən nə qədər axtardım amma heç birini tapmadım. Sanki heyvanlar özləri üçün vecsiz şəkildə yaşayırlar. Əgər belə olacaqsa heyvanları burada niyə saxlayırsınız? Zooparkda insanların təhlükəsizliyi üçün heç bir şərait yox idi. İnsanlar heyvanlarla yaxın təmasda olurdular. Həmçinin heyvanlar insanlara qarşı çox aqressiv idi. Əgər heyvanları burada saxlayırıqsa, deməli onlara düzgün qulluq da etmək lazımdır. Heyvanların hamısı acından ölürmüş kimi bir vibe aldım. Şəxsən bu qartalı görəndə mənim ürəyim çox ağrıdı. Qısaca desəm, Azərbaycandakı işçilərin sevgisi və qulluğu burada yox idi. Nəinki sevgi, heç işçilərin özü belə yox idi. Qısacası heç kim heyvanları vecinə almırdı.